Salam, hər vaxtınız xeyir, dəyərli müdavimlər. Mən İD Kompaniya Təhsil Şirkətinin məktəbəqədər müəllimi Təxminə Hüseynova. Bugün sizlər üçün yeni bir sualın izahını verəcəm. Sualımız cədvəl sualıdır. Çünki bir çox müdavim cədvəl sualını işləməkdə çətinlik çəkir. Ona görə də bütün variantı sizlər üçün ayrı-ayrılıqda təhlil edəcəm ki, daha rahat olsun. Yəni, başlayaq. Deməli, doğru uyğunlaşdırmanı göstərin deyir. Yəni, diaqnostik, formativ, yekun hesabat. Bu üçünə aid olan doğru uyğunlaşdırmanı göstərməliyik. Başlayaq birincidən. Uşağın nailiyyətini ölçür. Baxın, ölçmə diaqnostikə aid deyil. Çünki biz necə tapmalıyıq? Görürsünüz, diaqnostika aid olanlar alt-alta, formativ burada, yekun hesabata aid olan isə burada tapmalıyıq. Amma A variantı yanlışdır. Çünki ölçmə diaqnostikdə deyil, yekun hesabatdadır. İkinci hissəyə baxaq. Uşaqlara qarşı diferensiyallaşdırmadan istifadə edir. Yadda saxlayın, cümlədə fərdiləşdirmə, diferensiyallaşdırma varsa, bu olacaq formativ qiymətləndirmə deyil, diaqnostik qiymətləndirmə. Ona görə diferensiyallaşdırmanı D ilə yadda saxlayın. Diferensiyallaşdırma varsa, diaqnostikdir. İkinci hissəyə baxaq. İş nümunələrindən istifadə edilir, bəli. Amma biz bu variantı götürə bilmərik. Çünki variantı götürməyimiz üçün hamısının doğru olması lazımdır. B variantına baxaq. İlkin qiymətləndirmədir. Baxın, bəli, ilkin qiymətləndirmə deyəndə diaqnostik qiymətləndirmədir. İkinci hissəyə baxaq. Portfoldan istifadə edilir. Bəli, bu da doğrudur. Ümumiyyətlə yadda saxlayın. Refleksiyadır, portfoldur. Bunlar aid olacaq formativ qiymətləndirməyə. Sonra 3 və 6 yaşın sonunda keçirilir. Bəli, bu da doğrudur. Ümumiyyətlə, son sözü varsa, yekun hesabat götürün. Yəni, 3 və 6 yaşın sonu deyilirsə, yekun hesabatdır. Burada əslində doğru cavabımız B variantıdır, amma digər variantları da oxuyaq. C variantında qeyd edilir ki, dövrü müşahidədən istifadə edilir. Baxın, müəllimlər, müşahidə varsa, siz diaqnostik deyil, formativ götürün. Ona görə də aid deyil. İkinciyə baxaq, rəsmi qiymətləndirmədir. Ümumiyyətlə, nə diaqnostik, nə də formativ. Rəsmi qiymətləndirmə deyil. Digər hissəyə baxaq. Rəsmi qiymətləndirmə olmadığı üçün uşaqların fəaliyyətində o qədər də mühüm rol oynamır. Biz qeyd etdik ki, əgər diaqnostik və formativ deyilirsə, rəsmi qiymətləndirmə deyil. Amma əgər yekun hesabat deyilirsə, o rəsmi qiymətləndirmədir. Ona görə C variantını da götürməyəcəyik. D variantına baxaq. Rəsmi qiymətləndirmə olmadığı üçün keçirilməsi vacib deyil, burada yazılıb. Bu yanlışdır, düzdür. Diaqnostik qiymətləndirmə rəsmi qiymətləndirmə deyil. Amma vacib deyil deyirsə, bu artıq götürməyəcəyik, yanlışdır. İkinciyə baxaq, hər ayın sonu uşaqların inkişafı üçün keçirilir. Baxın, son sözünü gördünüzsə, formativə aid etməyin. Çünki nailiyyətin inkişafı, izlənilməsi varsa formativdir. Sonra bölmənin sonunda keçirilir. Bəli, bu doğrudur. Sadəcə biz bu variantı götürə bilməyəcəyik. Ona görə ki, bayaq qeyd etdiyim kimi, üçü də doğru olmalıdır. Əgər üçündən biri yanlış, ikisi doğru olursa, yenə o variantı götürməyəcəyik. Sonuncu sualında Y variantında sizlər üçün izahını verim. Deməli, müəllimlər, burada qeyd edilir ki, uşaqların dərs boyunca fəaliyyəti müəyyən edilir. Baxın, uşaqların dərs boyunca fəaliyyəti bu da yanlışdır. Çünki diaqnostikdə deyil, formativdədir. İkinci hissəyə baxaq. Bölmənin sonunda keçirildiyi üçün vacib qiymətləndirmədir. Burada diqqətli olun. Bölmənin sonunda keçirildiyi üçün vacib qiymətləndirmə deyil, amma son sözü formativə aid edilməyəcək. Rəsmi qiymətləndirmədir. Bəli, yekun hesabat rəsmi qiymətləndirmədir, amma biz bu variantı götürmürük. Ona görə ki, üçü də doğru olmadı. Yəni, burada doğru cavabımız olacaq B variantı.